Dostlar, necəsiniz? YouTube kanalıma hər biriniz xoş gəlmişsiniz. Bugün sizinlə birlikdə Brawl Stars'ın 3-cü bölümünü çəkəcəm. Bundan əvvəl mən 2 bölüm deyəsən Brawl Stars çəkmişəm. 2 olmalıdır, bu 3-cü olmalı ya da 4 ola bilər. Mənim 55 karakterim olub, var. Amma karakterlərim artıbdı. Amber dediyim kimi ən sevdiyim savaşçıdır və mən onu açdım. Sonra neydi onun adı? Piper'da açmaq ən böyük xəyallarımdan biri idi. Amber'dan sonra Macy'ni artıq 8-ci qədəməyə elədim. Altın 1. Növbəti mən Piper'ı yüksəltmək istəyirəm. 10-cu səviyyədir, amma 11 eləyəcəm, alan kimi 10-cu səviyyə eləmişəm. Ya bu kostyumu istəyirəm, bu kostyum da gözəldir, bir də bunu istəyirəm ya da. Siz hansını deyirsinizsə yorumlarda yazarsınız. Aşamalı. Bu arada Piper'ı bayaq açdım. Alan kimi də 10-cu səviyyə eləmişəm. Lavında kostümüm yoxdur amma yenə də oynayacağam. Əslində bacımın telefonunda Piper var idi, ondan oynamışdım və xoşum gəldi. Əslində bacım sevmir, amma mən sevirəm. Əgər ki oynaya bilməsəm yüksəltməyəcəm, amma mən oynaya bilirəm məncə. İndi Bluetooth'dayım deyə oyun biraz donur. Bu oyun bilsəm Bluetooth'dan çıxardacağım, çünki oyun çox donur, oynaya bilmirəm. Mən dəqiqə Bluetooth'dan bunu çıxardım. Çıxartdım. Bunda nə var idi? Dəqiqə. Bunu götürək. Su yakımızda açmağa. Artıq az qalıb. Az qalmayıb, çox qalıb. O saçmalı oynayırıq. Karakterini seç. Nakavatda əslində Piper oynaya bilərəm. Seçdim. İlk başlarda hələ öyrənməm üçün pis oynaya bilərəm, amma biraz sonra öyrəşəcəm Piper'a. Lamatmut. Qəribə addır. Lamatmut. Qarşı komandada da Piper var.
Ultimi de ordursaydım. Sıfır kişi öldürmüşüm. Nerede? Bir efsanevi diye efsanevi açmış. Bu arada buraya gelen, dükkana gelen efsanevileri ben açtım. Ve onun videosunu çekmişim. Atarım yəqin YouTube'a. İçindən mənə bu çıxdı. Bibiyə. Mən tez-tez Bibiyə kostüm açıram. Yəni Bibiyə aid çıxır efsanevilərindən. Məsələn, Bibiyə aid bunlar mən efsanevdən çıxartmışam. Bunu da çıxartmışam. Bunu da Bibinin də efsanevdən deyəsən çıxartmışdım. Ne deyirdim mən? Bir də ki mənə yorumlarda yıldız atmam, özel necə deyim, taktikləri verərsiniz. Atmaq üçün. Mace mənim ən sevdiyim bir karakter oldu. Çünkü mənim tam mənim tərzimdə oldu. Tərzimdə atış şəkli falan. Ona görə ultisi də. Bir də ki məndən necə videolar istədiyinizi yorumlarda yazarsınız. Mən də yəni sizin fikirlərinizə görə belə hərəkət eləyim və ya hansı videodan artıq çəkmək istəmədiyimi bildirin mənə. Məsələn, ad yazmaq. Adı yazdım, amma bir ara dayandırandan sonra artıq o məndə moddan düşdü. Adlar sayəsində mənə, yəni sizin sayənizdəsində, adlar sayəsində deməyim də, böyük bir kütləyə artıq çatmışam. Mən özüm hiss eləsəm bilirəm ki, özüm tənha hiss eləsəm bilirəm ki, məni 775 nəfər artıq məni sevir. Onun üçün yani özümü tek hissediğimde artık siz yardıma gelirsiniz. Onun için hem de 1K abone de benim hayallerimden biridir. Yani en büyük hayallerimden biri. Hele diyebilirim. 1K abone çatmak veya daha büyük bir kütleye çatmak isteyerim. Herkesin arzusu da bence YouTube'a başlayanların. Bir ara abone batmayandan sonra aslında dayandırmağı fikirləşdim. Amma sonra dedim ki, artıra bilərəm məncə. Ona görə. Həm bu saat həm sizlə danışıram. Həm də oyun oynayıram. Çox çətin bir şey. Necə düzdür? Heç yəni fikir verməmişim. Bu arada yaxınlarda deyəsən mega kutu gəlməlidir. Deyəsən, dəqiq bilmirəm. Elə olmalıdır məncə. Sabahda o gündə falan bir gəlməlidir. Mega kutu açılışını da yəqin ki sizlərlə eləyəcəm. Yəni videonu çəkəcəm. Atarım. Oyun donur. Ben niye sen bir şey savaş topuna girende ben de oyun donur diye.
Mən əslində başqa videolar da ata bilərəm. Oyun videoları, vloglar. Vlog atmaq istəyirəm. Vlogu atıram. Görürəm ki, qəşəng deyil. Çəkirəm vlogumu, bir günlüyümü. Amma sonra görürəm ki, qəşəng deyil. Təzədən silirəm bu videonu. Və ya məsələn bir günlük buraya yaşamağımı falan belə çəkə bilərəm. Qısama, böyük çox eləyə bilməyəcəm. Yoxsa mən məktəbdə oluram. Dərslərim olur. Qısa axşam belə bir şey eləyə bilərəm. Mesela başka oyunlarda oyun ata bilərəm. Mesela Zebet ata bilərəm. Oynadığım oyunlar var əslində. Göstərərəm bu video bitəndən sonra sizlərə. Replay oynuyorum amma onun videosunu ata bilməyəcəm məncə. Ama mesela PUBG kimi falan oyunlar ben oynamıram. Yani çok mənə göre uygun değil. Yaş falan bence. Ona göre oynamıram. Değişi birebir. Oyun. Bu arada siz oyun oynuyorsunuz. Mesela burası bana arkadaşlık isteği yapabilirsiniz. Ben birazdan mektebe geleceğim. Ona göre hazırlaşmak için yedim ki bu andan sonra bir falan da oynayıp videomu bitireceğim. Yıldız geldi. 5 parmak verdim bu arada. İndi neyim? Belə. Ben kutu falan açanda birisini necə eləyirəm. Gözü bağlayıb elə bir 5 parmaq basıram. Həmin vaxt məndə bir şey ya kostyum çıxır, ya karakter çıxır. Məsələn, bir dəqiqə mən Bonnie hele açtım. Sen hele bir tur falan oynamışım. Bir tur da oynayaq. Artık videomu bitireceğim. İnanılmaz gəldi daha. Burada ne oynayabilirim? Mace oynayaq. Aslında burada bence Tara'da oynayalım. Evet.
öldürdü bunu? Bunu da ultiydi abi. Kaç be. Boş attım. Ben biz kapaktayız. Üç. Götürme. Ay daha şey atıldı ne? Ötmüyor. Süper şarjım. Neyse. Videomuzun sonuna geldik. Kanalıma abone olup like atmayı unutmayın. Növbəti videolarda görüşene dek sağ olun.